Salam, hər vaxtınız xeyir olsun, əziz magistr namizədləri. Artıq bugündən etibarən Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə ixtisas seçimi üçün qeydiyyat başlamışdır. Qeyd edək ki, ixtisas seçim prosesi bugündən başlayaraq iyul ayının 26-sınadək davam edəcək. Sizlər də peşəkar ixtisas seçimi üçün 070 742 2808 WhatsApp nömrəmizə yazmaqla qeydiyyatdan keçə bilərsiniz. Qeyd edək ki, mərkəzimizdə ixtisas seçimi sahəsi üzrə ixtisaslaşmış mütəxəssis müəllimlərimiz fəaliyyət göstərir və ixtisas seçim prosesi bizdə tamamilə onlayn qaydada həyata keçirilir. İxtisas seçimini onlayn qaydada təşkil etməyimizdə başlıca məqsədimiz isə xidmətlərimizin bütün regionlarda yaşayan tələbələr üçün, abituriyentlər üçün əlçatanlığını təmin etməkdir. Belə ki, siz də düzgün peşəkar ixtisas seçimi ilə arzuladığınız ixtisasa qəbul olmaq istəyirsinizsə, elə indi bizə müraciət edə bilərsiniz. Qeyd edək ki, müraciət və qeydiyyat üçün 070 742 2808 WhatsApp nömrəmizə ad, soyad, bakalavr ixtisasınız və topladığınız balı qeyd etməyiniz xahiş olunur. Daha sonra mütəxəssis müəllimlərimiz tərəfindən sizin bakalavr balınıza və bakalavr ixtisasınıza və topladığınız balınıza müvafiq olaraq ən dəqiq düzgün ixtisas seçimi analizi ilə ixtisas seçimi kodlaşdırılması aparılır. Daha sonra sizinlə konsultasiya prosesi təşkil olunur. Konsultasiya prosesində sizin öncəlik ixtisaslarınız və dövrümüz üçün, xüsusilə bazar iqtisadiyyat dövründə ən aktual olan və gələcəyi parlaq olan ixtisaslar haqqında sizlərə məlumat verilir. Bu prosesdə tələbə ixtisas seçimi sıralamasına baxış keçirir və hansı ixtisaslarda yerdəyişmə etmək istəyirsə, onu bizə bildirir. Bizim mütəxəssis müəllimlərimiz tərəfindən də tələbənin bu yerdəyişməsi nəzərə alınır və əgər həmin yerdəyişmə tələbənin ixtisas seçimində ona uğur əldə edəcəksə, o halda həmin dəyişikliklər icra olunur. Hər birinizə bu prosesdə çoxlu uğurlar arzu edirik. Ümid edirik ki, hər bir tələbə artıq ikinci dəfə magistr ixtisası qazanaraq ikinci dəfə tələbə adını qazanmış olar. Eləcə də bugün Dövlət İmtahan Mərkəzi tərəfindən Magistr 4 jurnalının yeni buraxılışı dərc olunub. Magistr 4 jurnalında universitetlər üzrə ayrılmış plan yerləri və ixtisaslaşmaların illik təhsil haqqı məbləğləri qeyd olunub. İndi isə gəlin bir neçə ixtisasın illik təhsil haqqı məbləğinə, eləcə də onun üçün ayrılmış plan yerinə sizinlə birlikdə nəzər yetirək. Eyni zamanda sizlərdən xahişimiz ondan ibarətdir ki, zəhmət olmasa sizlər də kanalımıza abunə olaraq videolarımızı bəyənəsiniz. Eləcə də ixtisas seçimi ilə bağlı, proseslə bağlı, qeydiyyatla bağlı hər hansı sualınız varsa, videoların aşağısına rəy bölməsində bildirə bilərsiniz. Daha ətraflı məlumat və qeydiyyat üçünsə, yəni qeyd etdiyimiz kimi 070 742 2808 WhatsApp nömrəmizə yazmaqla müraciət edə bilərsiniz. Hər birinizə uğurlar arzu edirik. Bir də belə bir fikir bildirir tələbələr ki, müəllim, bəs bizə qeyd olunub, yəni jurnalda da qeyd olunub ki, ixtisas seçimi bugün aktivləşib, ancaq hələ də sistemdə aktivləşmə görünmür. Əziz tələbələr, narahat olmayın. Dövlət İmtahan Mərkəzi çox zaman, yəni demək olar ki, hər il nə vaxt ki elan edir, həmin gün axşam 23:59-da həmin portalı aktivləşdirir. Və yaxud ən gecə imha hallarını da nəzərə alsaq, texniki problemləri falan nəzərə alsaq, ən gecə sabaha sistem aktivləşəcək. Buna qətiyyən narahat olmayın. Çünki Dövlət İmtahan Mərkəzi məhz Magistr 4 jurnalında ixtisas seçiminin başladığı haqqında məlumat verib. Baxın, burada qeyd olunub. İyul ayının 20-sindən başlayaraq 26-sı saat 23:59-a davam edəcək. Yəni başlama vaxtı iyulun 20-si deyirsə, bitmə vaxtı da 23:59, 26-sı 23:59 deyirsə saat olaraq, deməli məntiqi olaraq iyulun 20-si də məhz axşam saatlarında sistemin aktivləşməsi gözlənilir. İndi isə gəlin universitetlər üçün ayrılmış plan yerlərinə nəzər yetirək və illik təhsil haqqı məbləğlərinə nəzər yetirək.
Deməli, ilk olaraq Bakı Dövlət Universitetinə nəzər yetirək. Burada baxın, əziz tələbələr, burada qeyd olunur, hər bir universitetin aşağısında qeyd olunur Azərbaycan və Rus bölmələri üzrə birgə aparılır və yaxud Azərbaycan bölməsinə ayrı, Rus bölməsinə ayrı qəbul aparılır. Yəni, bu haqda məlumatlar burada qeyd olunur. Eləcə də ixtisas seçim edərkən mütləq şəkildə jurnala diqqət edin. Orada elə ixtisaslar var ki, il yarımdır və siz bu ixtisaslar üzrə magistr bitirdikdən sonra sizin doktoranturaya qəbul olma şansınız yoxdur. Çünki il yarımdır və tam magistr proqramını əhatə etmir. Yəni yarımçıqdır. Bu nə üçündür desəniz, bu daha çox dövlət işlərində işləyib vəzifəsini artırmaq üçün və yaxud öz ixtisas sahəsi üzrə yeni biliklər əldə etmək üçün bu ixtisasları seçən tələbələr üçün. Amma kimlərin isə ki, gələcəkdə doktoranturaya təhsilini davam etdirərək universitetdə müəllim və yaxud dosent və yaxud belə universitet, yəni ali təhsil səviyyəsində işləmək kimi bir məqsədi varsa, yaxşı olar ki, ixtisas seçimində kifayət qədər diqqətli olasınız, il yarımlı ixtisasları seçməyəsiniz. Əks təqdirdə qeyd etdiyimiz kimi doktorantur təhsilinizi davam edə bilməyəcəksiniz. İkinci vacib məqamı da qoyun qeyd edeyim videoya keçid etməzdən əvvəl. İkinci vacib məqam ondan ibarətdir ki, MBA təhsili nədir? Bizə ən çox verilən suallardan biri budur. MBA əvvəlki videolarımızda bildirdiyimiz kimi Master of Business Administration, yəni biznesin idarə olunması ixtisasının ixtisaslaşmaları üzrədir. Bu ixtisaslaşmalar daha çox bakalavr ixtisasını fərqli olub, magistrda daha fərqli, yəni daha doğrusu biznes yönümlü ixtisaslarda oxumaq və ixtisas seçimində ixtisasını dəyişmək istəyən namizədlər üçün nəzərdə tutulmuşdur daha çox. Və siz MBA təhsili alarkən stipendiya almayacaqsınız. Çünki MBA təhsili zamanı, yəni təqaüdə düşmə imkanı yoxdur. İkinci vacib məqam nədir desəniz, MBA təhsilində dövlət sifarişli üzrə plan yerləri ayrılmır. Bütün ayrılmış plan yerlərinin hər biri ödəniş əsaslarla təhsil almağınız üçün. Yəni, bu da digər vacib bir məqamdır. Çünki bəzən MBA-nı bilmirlər, tələbələr seçirlər, amma sonra görürlər ki, məsələn, təqaüdə düşmür və yaxud görürlər ki, ödənişlidir, qəbul olub, amma bilmirdi ödənişli olduğunu. Və yaxud digər vacib məqamlardan biri il yarımlığı seçir, doktoranturaya vermək məqsədi var gələcəkdə, amma verə bilmir, yenidən magistr oxumalıdır 2 illik olan ixtisası. Yəni, bu həm əlavə bir xərcdir, həm də ki, əlavə bir zəhmət sərfidir. Ona görə də ixtisas seçimi edərkən diqqətli olmağınızı xahiş edirik hər birinizdən. Qeyd etdiyimiz kimi əvvəlki videolarımızda da bəzən elə olur ki, bir ixtisas 2 fərqli kodla verilir bir universitet daxilində və hər birinin balı fərqli olur. Əgər sizin balınız deyək 45 baldırsa, belə deyək, siz sosial işçisinizsə 45 bal toplayıbsınızsa, sosial işin, məsəl üçün deyirəm, yəni elə olmaya bilər. Məsələn, deyək, Kooperasiya Universitetində sosial işin balı əgər verilib bir kod altında 45 bal, digər kod altında verilib 60 bal. Siz də əlbəttə ki, sizin balınıza uyğun olan hansıdır 45 bal. Amma siz ikisi eyni adlı ixtisası deyib kodunu səhv yazsanız, siz avtomatik olaraq bir yer itirmiş olursunuz. Çünki bilirsiniz ki, ixtisas seçimində magistrda 20, siyahı üzrə 20 ixtisas yaza bilirsiniz. Yəni, ona görə bizim hər birinizə tövsiyəmiz odur ki, ixtisas seçim prosesinizi peşəkarlara etibar edəsiniz. Kodlaşdırma elə də, belə deyək, xüsusi diqqət tələb edən bir prosesdir. Yəni, siz bu proseslərə sadə, adi, primitiv, hara düşərəm, sırf tələbə olun. Bu kimi yanaşmayın. Çünki siz zəhmət çəkirsinizsə, o məqsədli bir zəhmət olmalıdır, elə deyilmi? Sadəcə tələbə olmaq üçün o zəhməti çəkmirsiniz ki, zəhmət çəkirsiniz ki, oxuduğunuz ixtisas prestijli olsun. Bazar iqtisadiyyatı dövründə bazar, belə deyək, vəziyyətində qiyməti olan, əmək haqqı dəyəri yüksək olan, prestiji olan bir ixtisas olsun. Eləcə də həm Azərbaycanda, həm də xaricdə tanınsın ki, qlobal bir dövrdə yaşayırıq bildiyiniz kimi. Yəni, ola bilər ki, gələcəkdə xaricdə təhsil almaq istəyə bilərsiniz və ya xarici şirkətlərdə işə düzəlmək istəyə bilərsiniz, işləmək istəyə bilərsiniz. Ona görə də əlbəttə ki, ixtisas seçimi düzgün karyeranın təməlidir. Bu proseslərdə mühüm rol oynayan bir prosesdir deyək. Bakı Dövlət Universitetində geologiya ixtisasının geokimya tədris Azərbaycan dilində ixtisaslaşması üçün əyani əsaslarla
5 plan yeri ayrılıb illik təhsil haqqı məbləği 2700 AZN-dir. Onu da qeyd edək ki, jurnalın PDF-ni 070 742 28 18 WhatsApp nömrəmizə yazmaqla əldə edə bilərsiniz. Daha sonra gəlin biz ümumi ixtisaslara nəzər yetirək. Bunlar proqramları üzrədir. Qeyd edək ki, hər bir bakalavr ixtisasından asılı olmadan 42-ci və 56-cı proqramlara müraciət edə bilər. 42-ci proqram sosial iş ixtisasının proqramıdır. Sosial iş ixtisaslaşmaları burada yer alır. 56-cı proqram isə az öncə qeyd etdiyimiz kimi MBA ixtisasları üzrə olan proqramdır. Yəni biznesin idarə olunması ixtisaslaşmaları yer alır. Yəni ilk olaraq 42-ci proqramı nəzər yetirək. 42-ci proqram, yəni sosial iş ixtisasının ixtisaslaşmaları üzrə olan ixtisaslar Bakı Dövlət Universitetində həm Azərbaycan rus bölmələri üzrə birlikdə aparılır. Fəlsəfə ixtisasının sosial fəlsəfə və tədris Azərbaycan dili ixtisaslaşması üzrə əyani əsaslarla 5 plan yeri ayrılıb illik təhsil haqqı məbləği 2500 AZN-dir. Fəlsəfə, elm fəlsəfəsi, tədris Azərbaycan dilində 5 plan yeri ayrılıb 2500 AZN-dir. Ümumiyyətlə sosiologiya, siyasət sosiologiyası, sosiologiya idarə etmənin sosiologiyası, sosiologiya, sosioloji tədqiqatlar və sosial iş. Burada illik təhsil haqqı məbləği dəyişir. Sosiologiya kimi, yəni az öncə qeyd etdiklərim hamısı 5 plan yeri ayrılıb əyani əsaslarla və illik təhsil haqqı məbləğləri isə nədir? 2500 AZN-dir hər birində. Ancaq sosial iş ixtisasının həyat fəaliyyəti müxtəlif sahənin sosial iş ixtisaslaşması tədris Azərbaycan dilindədir və bu ixtisas üzrə 5 plan yeri ayrılsa da illik təhsil haqqı məbləği 2700 AZN-dir. Eləcə də sosial işin əhalinin müxtəlif qrupları ilə sosial iş və sosial işin klinik sosial iş ixtisaslaşmaları üzrə əyani əsaslarla 10 plan yeri ayrılıb ayrı-ayrılıqda və illik təhsil haqqı məbləği 2700 AZN-dir. Eləcə də Pedaqoji Universitetdə Azərbaycan və rus bölmələri üzrə qəbul birlikdə aparılır. Fəlsəfə ixtisasının fəlsəfə tarixi ixtisaslaşması tədris Azərbaycan əyani əsaslarla 5 plan yeri ayrılıb illik təhsil haqqı məbləği 2400 AZN-dir. Sosial işin həyat fəaliyyəti müxtəlif sahənin sosial iş ixtisaslaşması üzrə Azərbaycan dilində tədris olduqda əyani əsaslarla 15 plan yeri ayrılıb və illik təhsil haqqı məbləği 2400 AZN-dir. Eləcə də sosial işin əhalinin müxtəlif qrupları ilə sosial iş ixtisaslaşması üzrə isə əyani əsaslarla 10 plan yeri ayrılıb və illik təhsil haqqı məbləği 2400 AZN-dir. Baxın, əziz tələbələr, bu məlumatı qeyd edirdim. Az öncədən, baxın, burada qeyd olunur xüsusilə jurnalda təhsil müddəti il yarımdır. Bu ixtisaslaşma üzrə magistrlik, dissertasiyası müdafiəsi nəzərdə tutulmadığından məzun doktorantura təhsilini davam edə bilməz. Baxın, bu zəruri bəndə diqqət edin, ixtisas seçimləri özünüz edəcəksinizsə. Burada sosial iş ixtisaslaşmasının gənclərlə iş ixtisaslaşması üzrə əyani əsaslarla 15 plan yeri ayrılıb illik təhsil haqqı məbləği 2400 AZN-dir. Ancaq siz bunu seçəcəksinizsə, gələcəkdə doktoranturaya sənəd verə bilməyəcəksiniz, təəssüf ki. Çünki nədir? Magistr dissertasiyasının diplom müdafiəsi olmayacağı üçün, belə deyək, doktoranturaya qəbul ola bilməyəcəksiniz. Yəni, yarımçıq təhsil hesab olunacaq. Digər bir Azərbaycan Dövlət İqtisad Universitetinə nəzər yetirək. Burada da qəbul Azərbaycan və rus bölmələri üzrə birgə aparılır. Təhsil müddəti il yarım olan ixtisaslara gəlin baxaq. Burada deməli İqtisad Universitetində sosial işin ixtisaslaşmaları üzrə təhsil müddəti il yarım olaraq aparılır. Yəni 2 illik deyil. Yəni əgər siz İqtisad Universiteti sosial iş oxuyacaqsınızsa, yəni onu seçəcəksinizsə, il yarım olacağını da nəzərə almalısınız təhsilin. Sosial işin, sosial müdafiənin təşkili ixtisaslaşması, eləcə də sosial xidmətlərin təşkili ixtisaslaşması əyani əsaslarla İqtisad Universitetində 10 plan yer ayrılıb hər birinə ayrı-ayrılıqda və illik təhsil haqqı məbləğləri isə 2200 AZN olaraq müəyyənləşib. İndi isə gəlin 56-cı proqrama nəzər yetirək. Videonun çox uzun olmasını istəmirəm. Sizlər üçün sıxıcı olmasını istəmirəm. Ona görə də çalışan bir qədər qısa olsun.
56-cı proqram üzrə Bakı Dövlət Universitetində Azərbaycan və Rus bölmələri birgə biznesin təşkili və idarə olunması MBA üzrə maliyyə ixtisaslaşması tədris ingilisində baxın, yalnız ödənişli yazılıb. Yəni az öncə də qeyd etdiyim kimi MBA ixtisaslarında yalnız ödənişli əsaslarla qəbul aparılır. Yəni dövlət sifarişli əsaslarla MBA-da qəbul yoxdur. Əyani əsaslarla 15 plan yer ayrılıb maliyyəyə və illik təhsil haqqı məbləği isə 3500 AZN olaraq müəyyənləşib. Neft Sənaye Universitetində nəzər yetirək. Burada Azərbaycan Rus bölmələri üzrə birgə yenə qəbul aparılır. Biznesin təşkil idarəsi, yəni MBA proqramı üzrə marketinq ixtisası tədris Azərbaycan dilində əyani əsaslarla 30 plan yer alıb. İllik təhsil haqqı məbləği yalnız ödənişlidir, deyəni də qeyd edim. 3300 AZN olaraq müəyyənləşib. Texniki Universitetdə isə biznesin təşkil idarə olunması üzrə beynəlxalq biznes ixtisaslaşması üzrə əyani əsaslarla 15 plan yer alıb, illik təhsil haqqı məbləği 2700 AZN olaraq müəyyənləşib. Memarlıq və İnşaat Universitetində MBA proqramı üzrə maliyyə ixtisasına baxaq, əyani əsaslarla 20 plan yer alıb, illik təhsil haqqı məbləği 2600 olaraq müəyyənləşib. Belə əziz magistr namizədləri, bir daha qeyd edim ki, ixtisas seçim prosesi artıq Dövlət İmtahan Mərkəzi bugündən etibarən başlayıb. Proses iyulun 26-sı saat 23:59-da davam edəcək. Hər birinizdən xahişimiz odur ki, ixtisas seçiminizi daha uğurlu, daha düzgün, daha peşəkar, daha professional şəkildə etmək istəyirsinizsə, peşəkar müəllimlərə üz tutun. İşinizi peşəkar müəllimlərə etibar edin. Yenə də deyirik ki, ixtisas seçim prosesi sıradan bir proses deyil. İxtisas seçiminin uğurlu karyeranın təməlidir. Sizin gələcəkdə, belə deyək, işləyəcəyiniz sahələrdə, Azərbaycanda yaxud xaricdə işləyəcəyiniz sahələrdə, bütün bunların hamısı asılıdır sizin həm bakalavr, həm magistr təhsilinizdən. Eləcə də əgər gələcəkdə doktorantura sahəsi üzrə, səviyyəsi üzrə təhsil almaq istəyirsinizsə, bu zaman da sizin magistr ixtisasınız mühüm rol oynayır. Ona görə də bu prosesdə diqqətli şəkildə düşünməlisiniz. Həm gələcək məqsədlərinizi, gələcək prioritetlərinizi nəzərə almalısınız. Həm bakalavr ixtisasınızı nəzərə almalısınız. Həm Dövlət İmtahan Mərkəzinin bu ilki və əvvəlki illərdə nəşr etdiyi jurnallara baxış keçirməlisiniz. Burada əsaslı şəkildə analiz nəzərdə tutulur. Çünki belə deyək, ixtisas seçimi zamanı balların artması, azalması, yaxud stabil qalması sizin topladığınız baldan daha çox düzgün ixtisas seçimindən asılıdır. Əgər siz yanlış bir mərkəzə yaxud yanlış bir şəkildə ixtisas seçimi etsəniz, onda sizin qəbul şansınız aşağı düşəcək. Yəni sizin prioritet sahələrdə oxumaq şansınız var ikən, sizin sahənizdən qat-qat uzaq olan bir, belə deyək, bacarıqlarınızdan qat-qat aşağı olan bir ixtisas üzrə, sevmədiyiniz bir ixtisas üzrə təhsil ala bilərsiniz. Ona görə də kifayət qədər diqqətli olun bu prosesdə. Çalışın ki, işinizi peşəkarlara etibar edəsiniz. Düzgün ixtisas seçimi üçün 070 742 28 08 WhatsApp nömrəmizə yaza bilərsiniz. Bu prosesdə müəllimlərimiz hər zaman sizlərin ətraflı suallarını cavablayacaq. Sizlər üçün düzgün ixtisas seçimi, peşəkar ixtisas seçimi, ixtisas seçiminin qaydaları və s. ilə bağlı ətraflı şəkildə videolar paylaşacaq YouTube kanalımızda. Eləcə də kimlər ki, bizim ixtisas seçiminə qeydiyyatdan keçib, o şəxslərin, o tələbələrin ixtisas seçim prosesi uğurlu şəkildə davam etdiriləcək. İxtisas seçim prosesində nə nəzərdə tutulur, əziz namizədlər? Konsultasiya, kodlaşdırma və ümumi ixtisas seçimi prosesi, yəni burada daxili analizlərin aparılması, sizin bakalavr ixtisasınızın topladığınız balın nəzərə alınması, əvvəlki illərdə belə deyək, statistik göstəricilərin nəzərə alınması, buna əsasən balların artması, azalması ilə bağlı rəylərin verilməsi, düzgün hesablama, burada hər bir şey rol oynayır. Ona görə də hər birinizə bu çətin, ancaq əsas bir prosesdə hər biriniz uğurlar arzu edirik. Sağ olun, bugünkü videomuz bu qədər. Gələn videolarda görüşmək ümidi ilə.